Yas mərasimləri və ehsan qanunu niyə Bakıdan başlamadı? Bilirsiniz ya yox, son dövrlərdə rayonlarda yas mərasimlərində ehsan verilməsinə qadağan tətbiq olunur. İcra hakimiyyətləri ciddi nəzarət edir. Məclislərdə yemək verilməsinə imkan verilmir. Əsas iddia budur ki, yas mərasimləri artıq israfçılığa çevrilib və bu adət insanlara maddi cəhətdən yükdür. Müəyyən mənada bu düşüncədə haqlıdırlar. Mən də bir vətəndaş olaraq dəstəkləyirəm, amma bir sual ortaya çıxır. Niyə bu qadağa Bakıdan yox, rayonlardan başladı? Bakıda dəbdəbəli yas məclisləri, bahalı ehsan süfrələri hələ də davam edir. Hələ də mərasim evləri sürətlə tikilir və tez də fəaliyyət göstərir. Hər birində menyular sifariş olunur, ehsan adı altında nümayişkaranə mərasimlər təşkil edilir. Amma rayonlarda sadə insanlar bəzən 1-2 manatlıq ehsanla mərhumun baş daşını belə hazırlayırdılar. Açıq deyim ki, borc xərci də bağlayardılar. Üstəlik qohumlar, qonşular bir araya gəlir və bir tikə çörək paylaşırdılar. İndi isə bu haqq da onların əlindən alınıb. Əgər doğrudan da israfçılığa qarşı mübarizə aparılırdırsa, niyə bu proses Bakıdan başlanmadı? Niyə iri məkanlarda verilən dəbdəbəli yas süfrələri deyil, kasıb kəndlinin kiçik ehsanı hədəf seçildi? Bu qərar həqiqətən də insaflıdırmı? Əgər doğrudan da məqsəd insanların maddi yükünü azaltmaqdırsa, onda bu proses ədalətli və hər yerdə eyni dərəcədə tətbiq olunmalıydı. Ədalət olmalıydı. Vallah qanunlar Bakıda da, rayonlarda da eyni işləməliydi. Yaxud ehsan rayon cəmaatının şəxsi iradəsinə buraxılsın. İcra və bələdiyyələr qadağa qoymasınlar. Bir daha deyirəm, məncə bu qərar vətəndaşların ixtiyarına buraxılmalıdır.